Azər axşamı ibadətə gətirən əsas səbəb nə oldu? Şəxsi sarsıntılar, cəmiyyətin durumu, yoxsa Yox. daxili axtarış? Azər axşamı ibadətə gətirən günahlarıdır, səhvləridir, xətalarıdır. Hər bir müsəlman kimi sadəcə tez və gec hidayət olan insanlar var. Həmişə fikirləşirdim ki, mən namaz qılım, oruç tutum və bir gün bir yazı oxudum. Dedi, əgər oruca, namaza gəlmirsənsə, düşün, mən nə günah sahibiyəm ki, Allah məni hüzurunda istəmir. Bu məni qorxutdu və qərara gəldim ki, yox, ya indi, ya heç vaxt. Yatdım, oyanmadım, nə olacaq? Və o gündən başladım ki, artıq 45 yaşım, 46 yaşındayım. Dedim, yox, sonu ölümlü dünyadır. Nə qədər hələ hər şeyə həvəsin, iştahım var, böyükdür. Başla namaza, çünki yaşlı dövrdə namaza başlamaq asandır. Bir çox iştahın olsa da, amma bir çox şeyləri artıq edə bilməyəcəksən. Və namaz məni dəyişəcək qədər günah sahibi deyiləm. Mən həminki Azərəm. Sadəcə onun üzərinə bir namaz da gətirdim. Bir bonus kimi ki, mənim bu tərəfimdə var. Allahım, sənin mənə verdiyinin minnətdarlığını edə bilirəmmiş. Gündə 5 dəfə, nə şükür.